Maşdağadan xəbərimiz olacaq. Maşdağada xəyal bazarında xəyallar puç olub. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sözgedən bazar və ətrafındakı qida obyektlərində nəzarət tədbirləri aparılıb. Yoxlama zamanı bazarda ət və ət məhsullarının baytarlıq sanitariya ekspertizasından keçirilmədən, temperatur rejiminə əməl olunmadan açıq və antisanitar formada satıldığı məlum olub. Eləcə də qanunsuz heyvan kəsimi məntəqəsinin fəaliyyət göstərdiyi müəyyən edilib. Yoxlama nəzarət tədbirləri çərçivəsində qanunvericiliyin tələblərinə uyğun olmayan ət və ət məhsullarından, həmçinin subməhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilmişdir. Əlavə olaraq sahibkarlıq subyekti barəsində qanuna uyğun tədbirlər görülmüş, müəssisədə qanunsuz heyvan kəsimi fəaliyyəti məhdudlaşdırılmışdır. Həmçinin nəzarət tədbirləri çərçivəsində süd və süd məhsullarına, həmçinin turşu məhsullarına da baxış keçirilmişdir. Süd məhsullarının düzgün temperatur şəraitində saxlanılmaması, minimum keyfiyyət və təhlükəsizliyini təqdim edən sənədlərin mövcud olmaması faktları tərəfimizdən aşkar edilmişdir.